Nə qədər gəlib gedərlər bura. Milli TV-yə müraciət edən bir qrup vaxtilə məcburi köçkün həyatı yaşamış vətəndaşlar Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısına toplaşaraq mənzil problemi ilə bağlı narazılıqlarını dilə gətirdilər. Onların sözlərinə görə illərdir aidiyyəti qurumlara etdikləri çoxsaylı müraciətlərə baxmayaraq problemlərinin həlli istiqamətində hər hansı ciddi addım atılmayıb. Aksiya iştirakçıları arasında Cəbrayıl, Xocalı, Ağdam və işğaldan zərər görmüş digər rayonlardan olan keçmiş məcburi köçkünlər də var idi. Vətəndaşlar bildirirlər ki, uzun illərdir mənzil şəraitinin ağır olması onların sosial vəziyyətinə ciddi təsir göstərir və bu məsələnin artıq nəzarətə götürülməsini istəyirlər. Şikayətçilər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət edərək problemlərinin obyektiv şəkildə araşdırılmasını, onların mənzil təminatı ilə bağlı məsələlərin ədalətli şəkildə həll olunmasını xahiş edirlər. Vətəndaşlar ümid edirlər ki, səsləndirdikləri müraciət aidiyyəti qurumlar tərəfindən diqqətdə saxlanılacaq və onların problemlərinin həllində onlara köməklik göstəriləcək. TV Yetişin Yüzoğlu, Eldar müəllim qəbulunda olmuşam, Elçin müəllim qəbulunda olmuşam. Dəfələrlə heç bir müraciətlərimə baxılmıyor. Bir insan püşşatmada iştirak edir. Püşşatma əlindən alınır, ev verilmir. Səbəb budur ki, üç qardaş bir yerdə yaşayırsınız, sizə olmaz. Ay Rövşən müəllim, sara baxırsınız, nəyə baxırsınız, niyə baxırsınız? Siz bu işçiləri bir aydınlaşdırıb şey eləyə bilmirsiniz ki, bu evə baxanda bu evdə görünmür ki, 3 dənə ailə bir yerdə yaşayır. 3 ailənin birinə püşşatmada iştirak elətdirirsiniz. Qalanlarını dayandırırsınız. Yaxşı, dayandırmısınız. Mənə cavab verin də. Cavab verin ki, hansı səbəbə görə də. İndi mənə deyirlər ki, siz biriniz kvartirada yaşayırsınız. Hansı dəlillə, hansı sübutla bu söz deyirsiniz mənə? Gəlin baxın, araşdırın. Mənim haqqım ola haqqımı tapdalayırlar, çiynəyirlər. Hörmətli prezidentimiz, çox haqsızlıqlar var, çox. Məmurlar çox özbaşınalıq edir, çox. Cəbrayıl rayonu Məzrə kəndindəyəm. 2 baş ailə başçısıyam, 5-5, 10 nəfər. Məktəbin zirzəmisində krizalarla yaşayıram. Mən dövlətimə müraciət edirəm. Mənim dövlətimin başçısı bilmir mən nə şəraitdə yaşayıram. Gəlirik quruma, deyirlər, get çağıracağıq. 35 ildir krizalarla bir yerdə insan yaşayarmı? Xahiş edirəm, dövlət başçımdan xahiş edirəm, bizi bir yerə məskunlaşdırsın. Adil İbrahimoğlu, Ağdam rayonundan məcburi köçkünəm. Binəqəddə Rövşən müəllim qəbulunda oldum. Mənə dedi, yaxın günlərdə bir veteran kimi, veteran ailəsi kimi siz köçürdəyəm ora. Bu xəbər çıxmadı. Məndən görüşdən sonra 2 dəstə ailə getdi Ağdama, amma məndən xəbər çıxmadı. Gəldim, görüm nə məsələdir, mənim söz verilmişdi. Niyə belələn girməmişim? Mən də 7 nəfər ailə ilə, yəni çətinliklə yaşayan adamam. Xəstə insan kimi, həyatımla əlaqədar təcili mənim getməyim lazım. Xahiş edirəm, bu arada işlandırasınız və yoluna qoyasınız. Cəbrayıl rayonu Yuxarı Məcləni kənd sakini Balaşiyev Şakir Orucoğlu. Mənim yaşamağa yerim yoxdur. Mən kiraya yaşayıram. Pensiyaya təzə çıxmışam pensiyaya. 4 ayda pensiyaya çıxmışam. Mən pensiyanla verə bilmirəm kirayanın pulunu. Qalmışam küçələrdə. İnsafınız olsun, bircə göz otaq verin mənə. Mən yerin başım salmaram müvəqqəti. Torpağım, hava, hörmətli prezidentimizin tapşırığına əsasən hava evimiz tikiləcək, dövlət köçəcək, onda çıxıb verəcəm də, verəcəm hepsini çıxıb verəcəm. Mən neylə, mən istərsən verilən sonra məni burada zancirlə bağlayasın, durasız eyləm. Nəzərov Nizami Kənişoğlu, 1-ci Qarabağ müharibəsi iştirakçısıyam. 91-ci ildən 94-cü ilə qədər ağır döyüşlərdə olmuş, tankist olmuş, Şuşada döyüşlərdə olmuş. Albert Ağaranov, milli qəhrəmanın döyüş yoldaşıyam, tankist yoldaşıyam. Hal-hazırda Bakı şəhərində evim yoxdur, kirayələrdə qalıram. Müraciət eləmişəm ki, Xan kəndində yaşamağı mənə yazıblar ki, bildiririk ki, sizin məcburi köçkün olmadığınız üçün sizin orada yaşamaq haqqınız yoxdur və mənzillə təmin olunmağınız imkan xaricindədir. Mən niyə döyüşdüm bəs? O torpaqlarda mənim də payım var. Hər bir döyüşçünün Xan kəndində, Hadrutda, Ağdərədə ev verməlidirlər. 70.000
dən artıq ev var. Xan kəndində. Hamısı boş qalıb. Mən niyə döyüşmüşəm vətən, torpaq uğrunda, amma o azğın erməni evləri orada iyi verib iyilənir, mən orada gelib yaşaya bilmirəm. Kimlərə qismət olacaq? Mənim köçüm 7 aydı gəldi. Siz olsun. Qəyə başından gəlibdi. Vallahi mən ayıb edirəm. Seyidbəyliyə gəlibdi. Yəni Xocalının Seyidbəyli kəndinə. Bu 2 evin kodunu da veribdilər mənə ki, get, sən oradan bir dənə bizə xəbər versinlər, sənin evini dəyişdirək. Evimdə yaşamaq mümkün deyil. Kanalizasiyanın üstü açıq. Yəni çətin bir vəziyyətdədir. Mənim malım, heyvanım qalıb qohum öylədim tolalarımda. Mən hara gedim ki? Siz mənə desəniz, mən ora gedərəm, ora müraciət edərəm. Biz gəlirik devlətimizin evinə, burada bizə baxmırlar. Xan kəndinə gedirəm, eyni şey deyirlər. Bir də deyəni deyir, get ver məhkəməyə, nə eynirlər eləsinlər. Gedim ki, hansı məhkəməyə gedim? Prezidentimizi niyə alladırlar? Bir əskər anasını iravadı belə incitmək. Mamedov Əxlaqın Həmidoğlu, Kəlbəcər rayon Zal kəndində dünyaya gəlmişəm. Binəqədi rayonun Azadlıq prospekti 161-da İsrail yataqxanada orada məsudlaşmışım. Özüm müharibə veteranıyam. Hal-hazırda da gəlmişəm bura, dəfələrlə burada müraciət eləmişəm. Qəbula yazılırsan, deyirlər ki, gedin plan vaxtı gəlin. Plan vaxtı gəlirsə deyir ki, sənədində falan yerdə bir səhvlik var. Gedirsən onunla düzəldirsən, başqa istiqamətə yönəldirlər. Xahişim oldu ki, növbəti bir mərhələdə, qəbul günlərində ölkənin vətəndaşı kimi məni qəbul eləsin, mən də sözümü deyim. Nazirə Rüstəmova Qaçqınlar və Məcburi Köçkünlər İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq Əməkdaşlıq və İctimai Əlaqələr Şöbəsinin müdür müavini. Kanalımıza müraciət edən sakinlərlə bağlı bildiririk ki, əvvəlki 2 Cəbrayıl sakini, onlar Mərzili və Böyük Cocuq Mərcanlı kəndlərindəndir. Onların geri qayıdışla bağlı müraciətlərinə əsasən qayıdış tərtib olunmuş plan üzrə qrafikə uyğun aparılır və yaşayış sahələri bərpa olunduqdan sonra qayıdış həyata keçirilir və çəkili kəndlərin yaşayış sahələrinin tamamilə təmiri və yenidən qurması başa çatmadığı üçün hazırda həmin kəndlərə köçürülmə həyata keçirilir. Köç başladıqda vətəndaşların müraciətinə qanuni formada baxılacaq. Eyni zamanda Ağdam sakini Mehdiyev Elgizlə bağlı bildiririk ki, başqa vətəndaşa məxsus olan mənzildə 3 qardaş yaşadığı qeyd olunur, lakin Dövlət Komitəsində fəaliyyət göstərən komissiyanın araşdırması nəticəsində orada yalnız bir qardaş, Hikmət adlı qardaşlar yaşayır, digərləri kirayə mənzildə yaşayır və onlar o püşkətməyə dəvət olunub, köçülməsi üçün isə yaşadığı mənzili təhvil verməlidir. Mənzili təhvil verildikdən sonra onun da köçülməsinə qanun vericiliyə uyğun formada baxılacaq. Digər köçkün statusu olmayan vətəndaş isə Dövlət Komitəsi yalnız məcburi köçkün statusu olan vətəndaşların köçülməsilə məşğul olur. Digər vətəndaşların köçülməsinə bağlı komitə tərəfindən hər hansı tədbirlər görülmür.